Salam dostlar, hər birinizi Fit 360 kanalında xoş gördük. Bugünkü mövzumuz məşqə başlamamışdan əvvəl rasionumuzdan çıxarılmalı olduğumuz 5 qidadır. Başlayaq. Birincisi, rəfinə edilmiş şəkər və şirniyyatlar. Tərkibində olan şəkərin səviyyəsinin yüksək olması bədəndə insulin səviyyəsinin yüksək şəkildə qalxmasına səbəb olur. Bu da yağ yandırma prosesini birbaşa olaraq dayandırır. Alternativ olaraq onu əvəz etmək üçün meyvə, bal və yaxud stevia-dan istifadə edə bilərik. İkincisi, qazlı və şəkərli içkilər. Qazlı və şəkərli içkilər boş kalori mənbəyidir və bədəndə qarın nahiyəsində şişkinliyə səbəb olur və yağlanmanı sürətləndirir. Əldə etmək üçün isə ən yaxşı alternativimiz isə sudur. Üçüncüsü, trans yağlar. Trans yağlar əsasən burgerlərdə, çörəklərdə, dönərlərdə və digər bu kimi qidalarda geniş şəkildə yayılmışdır. Trans yağlar birbaşa olaraq ürək qan damar sisteminin iflic olmasına səbəb olur, həmçinin yağlanmanı sürətli şəkildə artırır. Əvəz edici olaraq isə alternativ kimi zeytun yağı, qoz, badam və digər bu kimi qidalardan istifadə etmək olar. Dördüncüsü, ağ çörək və un məmulatları. Ağ çörək və un